Yani bir abituriyent olaraq dərs çalışmağı əlbəttə ki, hər birimiz həyatın müəyyən dönəmində etmişik. Hər nə qədər dərs çalışsaq da, müəyyən bir müddətdən sonra insan həqiqətən də sıxılır. Bu istər 700 bal toplayan abituriyentlər olsun, istərsə də oxumağa həvəsi olmayan tələbələr, abituriyentlər olsun. Və kanala da keçən dəfə 4-cü qruplarla bağlı videomuzu çəkdikdə belə bir sual gəldi və mən də izləyicimizin sualını anonim şəkildə cavablandırmaq istəyirəm. Meraz, biz dərs çalışırıq, dərs oxuyuruq. Nə edə bilərik ki, bizim dərsə olan motivasiyamız ölməsin? Bu barədə çox problem yaşayırıq. Və mən də bu sualı gördükdə həm özümün, həm də digər dostlarımın təcrübələri yadıma düşdü. Bugünkü videoda dərs oxuyarkən motivasiyamızı geri qayıtmaq yox da motivasiyamızı necə qoruya bilərik? Nə etsək, məsəl üçün, daha verimli bir şəkildə dərs çalışa bilərik? Bu yolda öz təcrübələrimi sizlərlə bölüşəcəm. Mən Mehraz, kanalıma xoş gəldiniz. İlk olaraq, niyə motivasiyamız ölür? Çünki biz nə qədər çox dərs çalışsaq da, müəyyən yerdən sonra özümüzü qiymətləndirmirik. Bu qiymətləndirmə müxtəlif şəkillərdə ola bilər. Məsəl üçün, bugün sərbəst bir şəkildə özünə dedin ki, mən bugün 400 dənə informatikadan test işləyəcəm. Oturdun, açdın dəftər kitabı, başladın informatikadan testlər işləməyə. Və bir müəyyən müddətdən sonra 400 testi bitirdin, sən bir şey olmamış kimi keçib ingilis dilindən 250 test işləyirsən. İşlədin, nəysə onu da işlədin, qutardın. Daha sonra Azərbaycanla işlədin, qutardın. Sonunda isə özünü qiymətləndirmədin və sabahsı gün artıq 400 testi qoyanda sən hər nə qədər də mən dərs çalışmaq istəyirəm desən də beynin deyəcək ki, biz bu işdən bir şey əldə etmirik, ona görə də mənim çalışmağa həvəsim yoxdur. Buna nə edə bilərsən? Qiymətləndirmələr edə bilərsən. Məsəl üçün, deyək ki, 400 dənə testi işlədin, tamam mı? Özünə sevdiyin bir şeyi hədiyyə kimi qoya bilərsən. Məsələn, bu bir sosial mediada vaxt keçirməyi demirəm bu arada. Məsələn, Reels, Shorts-u demirəm. Çünki onlar həqiqətən də istər-istəməz beyni yorur. Ona baxdıqdan sonra dərsə qayıtmaq istəməyəsən. Məsələn, sevdiyim bir musiqiyi dinləyəcəm, çay içəcəm və ya məsəl üçün yemək yeməyə gedəcəm və yaxud da ki, məsəl üçün böyük bir dəftərin olsun, tamam mı? Belə böyük bir dəftərin olsun. Dəftərdə məsəl üçün yazmışsan ki, informatikadan 400 test işləyəcəm. Sən ora bir plus atdın. Bunun özü də bir motivasiyadır. Mən də istifadə edirdim. Hətta bu dediklərimin arasında ən çox işə yarayanın bu olduğu düşünürəm, yəni təcrübə etdiklərimin arasında. Bir cədvəl tuta bilərsən, məsələn, motivasiya cədvəli adında. Məsəl üçün, tutaq ki, bugün ayın neçəsidir? 16-17 avqust. Məsələn, yazdın ki, 17 avqust kimyadan 200 test 30 dəqiqədə qayda oxuyacam, yazdın dəftərinə, tutaq ki. Daha sonra isə nə edirsən? 200 dənə testi də işlədin, 30 dənə qayda oxuduqdan sonra bir dənə plus qoyursan. Və daha sonra məsəl üçün bu 4-5 dənə plus yığıldıqdan sonra sən seriyanı pozmaq istəməyəcəksən. İstəməyəcəksən ki, orada bir dənə çıx olsun, o çıx səni narahat edəcək və sən gedib dərs çalışmaq istəyəcəksən. Yəni mən bunu belə edirdim, mən həqiqətən də narahat oldum ki, bütün ayı plusla keçirdim. Məsələn, avqust ayı ancaq plus olsun istəyirsən, sentyabr ayı ancaq plus olsun istəyirsən. Bu da həqiqətən də dərs çalışan zaman işə yarayan ən verimli, ən möhtəşəm taktikalardan biri idi. İkincisi isə əlbəttə bu da özünə çox yüklənməkdən qaynaqlanır. Yay dönəmi dərs oxuyan yoldaşlarıma səslənirəm burada. Bilirəm, yay tətili sizin üçün fürsətdir, yay tətili boyunca dərs çalışmaq istəyirsiniz. Hətta bəziləriniz yay tətilində belə gündə 6-8 saat rekordunu vurur. Ancaq çox təəssüf ki, sentyabrda hiss etməsəz də, oktyabrda hiss etməsəz də artıq ilin axırlarına yaxın böyük bir yorğunluğu hiss edəcəksiniz. Bu da əlbəttə bizə lazım olmayan bir şeydir. Çünki yorğun olmaq nə deməkdir? İstirahət etmək deməkdir. İstirahət etmək nə deməkdir? Dərs çalışmamaq istəyi deməkdir. Və buna görə də bu yoldaşlarıma belə bir məsləhət görürəm ki, yay boyu çalışdığınız saatları biraz azaltmağa qayrət göstərin. Necə deyim? Məsələn, gündə 6 saat çalışırsansa, %50 prinsipini uyğula bu arada. Məsəl üçün, 2 saatsa 1 saat elə demirəm. Məsələn, 2 saatsa optimal 2-3 saat sənə bəs edəcək, hazırlıq yox, bir şey yox. Daş çatlasın, tutaq ki, daha çox dərsin varsa, 4 saatın yetəcəyini düşünürəm. Əlbəttə, bu qrupun ağırlığından, fənlərin ağırlıq dərəcəsindən və təməl bazandan da çox şeysizdir. Ancaq orta dərəcəli bir bazaya sahibsənsə, günlük 3-4 saatın sənə bəs edəcəyini düşünürəm. Məsələn, 6 saat çalışırsansa 3 saat edir, 8 saat çalışırsansa 4 saat edir, 10 saat çalışırsansa 4-5 saat endirməyin sənə faydalı olacaq. Ola bilər bu dəqiqə özünü tam enerjili hiss edə bilərsən, deyə bilərsən ki, Meyrat, mənə 4-5 saat bəs eləmir axı, mən onsuz yorulmuram, yəni mən çalışsam nə olacaq? Başa düşürəm, yorulmursam bu əla bir şeydir, ancaq inan ki, hər birimiz insanıq və maşın belə, yəni yol gedərkən hər nə qədər sürətli getsə də onun da bir benzinə ehtiyacı olur. Və sən də bu benzini günlük çalışmalarındakı faydalı dincəlmələr şəklində ala bilərsən. Məsələn, bugün 3-4 saat çalışsa, bu 3-4 saat çalış. Bu odunçu misalını vermişdim mən belki videoda, hər olduğunu xatırlayanlarınız var.
Qısa-qısa, az-az amma həmişə. Bu prinsipə uyğun. Az-az amma həmişə prinsipi ilə get və əminəm ki, faydalı bir nəticə əldə etmək uğrunda böyük bir addımlardan biri olacaqdır sənin üçün. Dərs üçün hobilərinə də zaman ayırmalısan mütləq. Çünki full dərs oxuyacağam demək, hər şeyin başına atacağam, ancaq dərs oxuyacağam, inzivaya çəkiləcəm demək deyil. Hobilərinlə də məşğul ola bilərsən. Hobilərini oyun oynamaq və ya sosial mediada vaxt keçirmək deyə demirəm. Məsəl üçün, bir idmançısansa idmana getmək, bu da bir hobidir. Məsəl üçün, rəsm çəkməyi sevirsən, məsəl üçün, konstruksiya yığmağı sevirsən, məsəl üçün, bir proyekt üzərində işləməksən və ya bir YouTube kanalın var. YouTube kanalına videolar çəkə bilərsən. Məsələn, özüm də dediyim kimi, məsəl üçün, bu il mən 11-ci sinifdim, kanala baxsan 11-ci sinif müddətində çəkdiyim videoları görərsən və artıq universitet dönəmində keçəcəyimə görə də biraz kontenti dəyişəm, amma arada sırada 10-11-ci sinif yoldaşlarım üçün də belə videolar gələcək. Dediyim kimi, yəni hobilərinə də zaman ayır, özünə də zaman ayır, ailənə, dostlarına, sevdiklərinə də zaman ayır, onlarla çoxlu söhbət et. Bu da əminəm ki, dərsin arasında da həyatın yaşana biləcəyini göstərir. Çünki qabaqda fevral ayı gəlir, may ayı gəlir, gələn ilin fevralı, gələn ilin mayı, gələn ilin iyunu. Bunlar ən ağır, ən yoğun, həyatın ən yaşanmayacaq dərəcədə keçirə biləcək aylardır. Əlbəttə qrupdan və seçdiyin ixtisasdan və oxuduğun dərs səviyyəsindən asılı olan şeylərdir. Ona görə də bunlara da diqqət yetirməklə əslində bir nəbzə də olsa fayda var. Başqa dərs uğrunda motivasiyanı öldürən şeylərdən biri isə study with me videoları olardı. Deyə bilərsən ki, yox Meyraz, mən study with me videoları sayəsində çalışıram, onlar olmadan mən dərs çalışa bilmirəm. Əla, yəni bunları istifadə edə bilərsən. Məsəl üçün, bəzi mənim yaşda olan və ya məndən kiçik olan gənc YouTuberların kanallarına baxıram. Məsələn, bu izləyicilər üçün nələr paylaşırlar? 10 saat dərs çalışma, 12 saat dərs çalışma, dərs vlogu falan. Sən dərs çalışdığın müddətdə bunlar sənə belə gəlir. Tamam, o da dərs çalışır, mən də dərs çalışıram. Demək ki, biz bərabər irəliləyirik bu yolda. Ancaq məsəl üçün, deyək ki, bugün sən qonaqlığa getdin, bugün motivasiyan olmadı və ya bugün çox depressiv bir şey yaşadın. Və həmin adamın kanalına abunə olduğuna görə görürsən ki, məsəl üçün, belə bir video atdı. 11 saat dərs çalışdım, aralıqsız, fasiləsiz, study with me. Və sən də deyirsən ki, o videonun qapaq şəklinə və ya adına baxanda, bu adam məndən çox çalışır, məni keçdiyi bu adam, mən indi nə qədər çalışsam da buna çata bilməyəcəm. Və ya kanalına baxırsan, görürsən ki, hər gün 10 saat, 11 saat dərs videoları at. Deyirsən ki, bu adama bax, hər gün dayanmadan dərs oxuyur. Kaş ki, mən də onun kimi motivasiyolu olsam, mən onsuz da ona çata bilməyəcəm, o məndən çox çalışır və s. deyirsən və necə olur? Onsuz 11 saat çalışa bilməyəcəyimsə, heç çalışmayayım, daha yaxşı. Məsələn, 3-4 saat çalışırsansa, deyirsən ki, onsuz da 11 saat deyil, onun bir mənası yoxdur. Və əlbəttə, bəziləriniz mənə bu haqda qatılmaya bilər. Bu əlbəttə sizin şəxsi fikrinizdir. Ancaq məsələn, study with me videolarının da düzənli olaraq deyil də, arada sırada izləməyin də bir faydası var. Yəni, məsəl üçün, dərs çalışacaqsansa, bu sənin şəxsi seçimin və şəxsi həyatın olmalı. Düzdür, arada sırada motivasiyanın önündə study with me videoları, Pomodoro texnikasından istifadə etməyin də, yəni çalışmalarına verim qatacaqsa, niyə də istifadə etməyəcəksən? Ancaq görürsən ki, Pomodoro olsun və s. study with me, əsasən study with me videolarını deyirəm, baxanda motivasiyan ölürsə, içindəki o alov, o qığılcım ölürsə, demək ki, burada bir nəsə var. Yəni, çalışma stilini də gözdən keçirməyində bir fayda var. Bəzən motivasiyanın ölməsinin səbəbi də, məsəl üçün, bəzən konspekt çıxaranlar var. Məsələn, müəyyən fosforlu qələmlərlə yazanlar var, müəyyən ruçkalardan istifadə edənlər var. Belə rəngli-rəngli. Baxırsan ki, göy qurşağı rəydə konspektləri var bu adamların. Düzdür, daha çox bunu qadın izləyicilərimiz daha çox eləyir, çünki kişilər sadəcə iki rəngdən istifadə edir. Qırmızı və göy və yaxud da qara. Bu arada heç kəsi aşağılamaq mənasında demədim. Sadəcə zövqlərin fərqli olduğunu vurğulamaq istədim. Amma məsələn, arada sırada mən də fosforlu qələmdən istifadə edirəm. Məsələn, kitabda olsun, müəyyən lazımlı yerlər olsun. Ancaq məsələn, həmin insanların cinsiyyətini ayırt etmədən olaraq, həmin insanların konspektini açırsan, baxırsan ki, bildiyin sanki harikalar dünyasındasan, necə deyim, göy qurşağı rəydə konspektlər, yaşıl rəydə düsturlar, mavi rəydə altından xətt çəkilmiş qələmlər və həmin insanlar konspekti çıxartmağa vaxt ayırdıqlarına görə həmin konspekti oxumaqlarına həvəs qalmır. Və beyin də elə şeydir ki, məsəl üçün, sən çalışdığın müddətdə əslində orada bir şey olmur, sadəcə qələmi alıb yazı yazırsan. Beyin də sanır ki, bu adam çalışıb, yəni bizim oxumağımıza mənası yoxdur, onsuz da əziyyət çəkib bu konspekti düzəltmişiksə, biz əziyyət çəkdik, yəni bunu oxumağın mənası yoxdur.
indi hamıya şamil etmək olmaz. %90-dan söhbət gedir. Məsələn, məndə də olub, uşaq vaxtı rəngli tarix konspektləri çıxardım. Özüm 4-cü qrupam, o vaxtda tarix oxuyurdum mən. 5-ci, 6-cı sinifdən söhbət gedir. Yəni oxumağa həvəsim qalmırdı. Belə rəngli tarixlər yazırdım, xronoloji cədvəllər yazırdım və nə bilim, hətta olurdu qız qalasının şəklini falan çəkirdim dəftərə. Ancaq oxumağa heç həvəsim qalmırdı, amma belə kitab kimi çox maraqlı bir kitab idi. Yəni açıb arada vərəqləyirdim. Yəni məsələn, bəzək işləri də görəcəksənsə, demək istəyirsən ki, biraz mənim konspektimin səliqəli olmasına, gözəl olmasına diqqət yetirmək istəyirəmsə, yəni 50 çeşid mavinin 51-ci tonu qələm almağına ehtiyac yoxdur. Yəni 3 qələm bəs edir, yəni qırmızı olsun, göy olsun, qara olsun. Hə, biləmədim, bir dənə də bənövşəyi rəngli qələm olsun. O sənə əminəm ki, kifayət edəcək. Bugünkü videoda dərs çalışarkən motivasiyamızı necə qoruya bilərik, bu barədə öz təcrübə etdiyim taktikaları sizlərlə bölüşdüm. Ümidvaram ki, faydalı bir video oldu. Bu arada videoyu sona qədər izlədinsə də belə bir video çəkəcək növbəti dəfələrdə. Bəlkə gələn həftə, bəlkə də sentyabrın ilk həftəsi belə bir videomuz gələcək. Nədir videomuz? 1000 abunə olduq bildiyiniz kimi. 1000 abunəyə məxsus bir sual-cavab videosu çəkmək istəyirik. İstər şəxsi inkişaf olsun, istər dərs barəsində olsun, istər şəxsi həyatımla bağlı olsun. İstədiyiniz sualları müəyyən çərçivə daxilində verə bilərsiniz. Həmin suallarınızı anonim şəkildə o videoda cavablandıracağam. İzlədiyiniz üçün təşəkkür edirəm. Əgər əməyimi qiymətləndirmək istəyirsənsə, əgər kanaldakı videoları faydalı tapdınsa, videoyu bəyənib bir də kanala abunə olsan, həqiqətən də mənə tam şəkildə dəstək olmuş olarsan. Sağ ol, salamat qal, çalışmalarında uğur.